Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allah subhanahu teala müvəffəq etsin. Yəni kitabımızın davamını götürüyor. Allah subhanahu teala kitabımızı axıra qədər keçməyə, bitirməyə bizə müvəffəq etsin. Və kitab-ı Tevhiddir, Tevhid kitabı. Və artıq 7-ci babda, bu babda qalmışıq. Müəllif rahimehullah buyurur ki: "Minəş-şirki lubsul halqati vel xayt və nahvihima li raf'il bala'i və dəf'ihi." Belə bir fəsil açır müəllif rahimehullah, belə bir fəsil açır. Bəlanın aradan qaldırılması və yaxud da onun dəf olunması üçün taxılan və yaxud da asılan və yaxud da geyinilən dəmirdən olsun və yaxud da ipdən olsun və ona bənzər şeylər, ona bənzər şeylərin şirkdən sayılması fəsli. Bəlanın aradan qaldırılması üçün və yaxud da onun dəf olunması üçün geyinilən, asılan və yaxud da insanın qoluna taxdığı dəmirdən həlqa olsun, ip olsun və yaxud da onlara bənzər şeylər olsun. Bunların şirkdən sayılması baba. Və müəllif rahimehullah burada gətirib barakallahu fikum. Bu nədir? Bu öncəki, bu artıq bu bab biz keçən dəfəki fəsildə tevhidi mücməl şəkildə götürdük. Yəni keçən dəfəki öncəki fəsil Bəbu təfsiri tevhidi və şəhadəti ən la ilahe illallah. Tevhidin təfsiri və la ilahe illallah kəlməsinin şəhadətinin təfsiri. Biz onu mücməl şəkildə götürdük. Yəni həmin bundan öncəki fəsil tevhidin yığcam mücməl şəkildə fəsli idi. İzahı idi. Artıq bu babdan, ondan sonraki indi oxuyacağımız babdan və kitabın axırına qədər həmin babın izahlı şəkildə nə idi? İzahıdır, təfsiridir. Həmin babın, həmin fəslin izahlı şəkildə izahıdır. Və bu indi götürəcəyimiz mövzu da həmin tevhidin, yəni tevhidin izahlarından, yəni tevhidə elə bir ki, yəni orada olan izahlardan tevhidin, yəni təfsirlərindən biridir. Və burada müəllif rahimehullah bunu gətirir. Yəni insanın istər bədənindən, istər üzərindən, yəni asması, yəni dəmir halqa asması, ip asması və yaxud digər şeylər, digər məsələlər ki var, hansı ki indi qeyd edilsin inşallah, onları etməsi şirkdən sayılması babı. Və müəllif rahimehullah artıq burada başlayır nə etməyə? Tevhidi izah etməyə və onun əksi ilə. Necə ki, yəni bir əşyalar əksi ilə bəyan olur. Yəni tevhidin əksini izah etdikcə, şirki öyrətdikcə, bildirdikcə artıq tevhidin özü də bəyan olmuş olur. Tevhidin özü də bəyan olmuş olur. Burada nə deyim? Çox təəssüflər olsun ki, həqiqətən günümüzdə insanlar var ki, yəni bu hamımız görmüşük, bunu hamımız şahid olmuşuq və təəssüflər olsun ki, günümüzdə də görürük və günümüzdə də şahid olduq. Yəni insanlar var, görürsən, qollarından iplər asırlar. Və yaxud da övladlarının qollarından qara iplər bizdə görürsən asırlar. Tütüyə deyirlər, hər hansısa bir pirdən deyirlər. Və yaxud da görürsən göz muncuğu asırlar. Və yaxud da görürsən hər hansı bir dua deyirlər, onu deyirlər, boyunlarından asırlar. Və yaxud da hər hansı bir görürsən evdə qapıdır, darvazadır, darvazanın üstündə nə qoyurlar? Nal, yəni at nalı qoyurlar. Və yaxud da hər hansı bir görürsən it başı, yəni it skeleti, yəni belə şeylər hətta yəni özümüz də şahid olmuşuq və günümüzdə də hətta yəni az da deyil, görürsən çoxdur. Yəni kənd yerlərində görürsən nə deyir? Yəni darvazaların üstlərinə it başı, yəni it skeleti qoyanlar belə nə deyir? Var, subhanallah. Yəni görürsən bunu nə üçün edirlər? Və yaxud da maşından görürsən nə deyir? Göz muncuğu asan kim, üzərlik asan kim, tikan asan kim, o qara tikanı, o kolu asan kim. Yəni bunlar hamısı nədir? Bunlar hamısı insanların İslam dinindən xəbərsiz olmalarından və İslam dinin yəni öz dinlərin öyrənməməklərinin ucbatından, öz dinlərin doğru düzgün öyrənməməklərinin ucbatındandır ki, bu şeylər onların başına gəlir. Hansı ki nədir? Qarşıda Allah Resulü sallallahu aleyhi və səlləmin hədislərini oxuyacaq ki,
Yəni həqiqətən çox təhlükəli əməldir həmin əməllər. Çox nədir? Təhlükəli əməllərdir həmin əməllər. Allah Subhanahu taala bizləri qorusun. Və müəllif rahimehullah burada da həmin bu babda deyir ki, bəlanın aradan qaldırılması üçün və yaxud da onun dəf olunması üçün. Yəni bəlanın aradan qaldırılması, zərərin aradan qaldırılması bu artıq baş verdikdən sonra. Yəni baş verdikdən sonra onun aradan qaldırılması və biri də var, dəf olunması, yəni o baş verməmişdən öncə sanki onun qarşısını almaq üçün. Yəni gözmuncuğu asır nə üçün? Sanki göz dəyməyib. Sanki gözmuncuğu asır ki, nədir? Göz dəymənin qarşısını almaq üçün. Göz dəymənin qarşısını almaq üçün. Nədir? Bunlar, yəni bu biri var, yəni bəla baş verdikdən sonra görürsən, hər hansı bir xəstəlik baş verib. Hər hansısa bir bəla baş verib, onu aradan qaldırmaq üçün bu şeylərdən istifadə edir və bir də görsən, onu dəf etmək, yəni baş verməmişdən öncə sanki onun qarşısını almaq üçün nədir? Bu cür xurafat, batil şeylərdən insanlar istifadə edirlər ki, bu da onların dinlərini bilməməklərindən, dinlərini doğru düzgün yerdən öyrənməməklərindən, doğru düzgün mənbələrdən dinlərini götürməmələrin ucbatından bu şeylər insanların arasında baş vermişdir. Və Allah Subhanahu taala bizlərin hamımızı müvəffəq etsin, özünün sevib razı qaldığı əməllərə. Barakallahu fikum. Ümumən bilmək lazımdır ki, bəla baş verdikdən sonra baş verməmişdən öncə də bu üç şeylə qaldırılır. Bu üç şeylə qaldırılır, üç yolla qaldırılır. Birincisi nədir? Birincisi əd-dua. Yəni birincisi dua. Birincisi duadır. Yəni qulun Allah Subhanahu wa Taala'ya yönəlməsi. Yəni dua da yəni kimdən istəməsi? Yəni Allahdan istəməsi. İndi bunu da qeyd edəcəyik. Yəni necə hədisdə də gəlir ki, "Əd-du'a yenfa'u mimma nazala və mimma lam yanzil." Dua. Yəni bəla baş verməmişdən öncə də, bəla baş verdikdən sonra da, bəla baş verdikdən sonra da, bəla baş verməmişdən öncə də nədir? Dua faydalıdır. Yəni bəla baş verdikdən sonra da insanın Allaha dua etməsi onun üçün faydalıdır. Yəni Allah Subhanahu taala o bəlanı ondan qaldırır. Və eləcə də duanın yəni bəlanın, daha doğrusu bir zərərin, qula baş verəcək bir zərərin, bir bəlanın ona baş verməmişdən öncə qulun dua etməsi, Allah Subhanahu wa Taala'nın afiyət, sağlamlıq istəməsi və yaxud da hər hansı bir bəlalardan Allaha sığınması onun üçün faydalıdır. Nə üçün? Allah Subhanahu wa Taala onu həmin bəlalardan qoruyacaq. Deməli, ən birincisi dua. Dua nədir? Dua bəla baş verdikdən sonra insana, yəni görürsən, bir insana hər hansı bir xəstəlik üz verir. Hər hansı bir nədir? Xəstəliyə tutulur. Görürsən, subhanallah, heç Allaha yönəlib yalvarmır. Yəni, gücün töküb nədir? O həkim sənin, bu həkim mənim. Lakin Allah Subhanahu Taala'ya yönəlmir, Allaha yalvarmır. Bu da nədir? Bu da həmin qulun zəifliyindəndir. Yəni, birincisi elə, ən birincisi Allah Subhanahu Taala'ya yönəlmək lazımdır. Allah Subhanahu Taala'ya dua etmək lazımdır. Çünki dua, deyir ki, bəla baş verdikdən sonra da, bəla baş verməmişdən öncə də nədir? Faydalıdır. Yəni, qula hər bir halda qulun duası, qulun dua etməsi onun üçün faydalıdır. Hətta qul dua etdiyi zaman, bunu da faydalı olaraq yadda saxlayın. Necə ki, Əs-Səd Rəhməllah gətirir, deyir, qulların, insanların çoxsun bundan qafildirlər ki, qul dua etdiyi zaman ibadət içərisindədir. Necə ki, namaz qılmaq ibadət içərisində sayılır. Quran oxuduğu müddətcə ibadət içərisində sayılır. Yəni, qul əllərini açıb Allah Subhanahu wa Taala'dan istədiyi müddətcə, yəni o istədiyi ona verilməsi ayrı. Həmin o müddətdə ki, əl nasib deyir, ya Rabbim, bizə xeyirlər nəsib et, dünyada və axirətdə bizə xeyirlər nəsib et və digər dualar Allah Subhanahu wa Ta'ala istəyir. Bu nədir? Bu onun üçün həmin o vaxt arasında nədir? İbadət üzərində sayılmış. Necə ki, namaz qıldığı vaxt ibadətdə sayıldığı kimi, həmin o əlini açıb dua etdiyi müddətcə də ibadət üzərində, ibadətdə sayılmış olur. Və deyir ki, birinci məsələ nədir? Qulun Allah Subhanahu wa Ta'ala'ya dua etməsi. Və ikincisi məsələ, yəni həmin o bəlanın quldan qaldırılması. Burada iki səbəb, əsas indi bizim mövzumuza aid olan iki dənə səbəbə bölünür. Quldan bəlanın qaldırılması və yaxud da o bəlanın ona baş verilməsi. Bir şəri səbəblər.
Və bir də qədəri səbəblər, yəni buna hissi səbəblər də deyilir, yəni alimlər buna qədəri səbəblər də deyilir. Və bir də şəri səbəblər, yəni alimlərdən buna mənəvi səbəblər də deyən var. Deməli, bir şəri səbəblər var ki, onunla quldan qaldırılır həmin bəla, dəf olunur. Və yaxud da qədəri səbəblər var, hissi səbəblər deyəm. Ona qədəri səbəblər, hissi səbəblər var ki, bununla nədir? Həmin o bəla quldan qaldırılır. Şəri səbəb nədir? Yəni, şəri səbəb odur ki, hansı ki, şəriət ona dəlalət eləyib. Həmin şeyə dəlalət eləyib ki, bununla nədir? Bəla aradan qalxır, o xəstəlik aradan qalxır. Misal üçün, ruqiyyə kimi. Qulun, yəni Quran oxuması, bir xəstəni ruqiyyə etməsi, onun üçün Quran oxuması nədir? Şəriətin bu dəlalət etdiyi müalicə yolu, dəlalət etdiyi nədir? O bəlanın, o xəstəliyin ondan qaldırılması üçün bir səbəbdir. Və ikincisi, Allah sizə bərəkət versin, qədəri səbəb. Qədəri səbəb nədir? Qədəri səbəb, yəni, və yaxud da hissi səbəb deyək buna, yəni təcrübə ilə əldə olunmuş səbəb ki, yəni təcrübə ilə bu sabit olunub ki, misal üçün günümüzdə həkimlərin və yaxud da bu işdə nədir, xibrası olan, bu işdə təcrübəsi olan adamların, onlar təcrübə ilə, elmlə sabit olur, təcrübə ilə sabit olur ki, filan dərman, filan xəstəliyin nədir, müalicə olunması üçün səbəbdir. Bunlar nədir? Bunlar qədəri səbəbdir. Deməli, insandan birinci o qeyd etdiyi dua, yəni dua insandan bəlanı qaldırır, onun qarşısında. Və bu indi sadladığımız bizim əsas mövzumuza aid olan bu iki səbəb, yəni birinci şəri səbəblər, yəni hansı ki şəriət onu bizə öyrədib, mənəvi səbəblər də deyirlər alimlər buna. Misal üçün ruqiyyə kimi. İkincisi isə qədəri səbəblər, yəni hissi səbəblər, hansı ki yəni təcrübədən keçib, yəni insanların təcrübəsindən keçib, yəni bunu təcrübə ediblər, bunun üzərində belə deyək də artıq təcrübədən çıxıb ki, bu nədir? Bu şey filan xəstəliyin sağalması üçün, filan xəstəliyindən şəfa tapmaq üçün bir səbəbdir. Misal üçün, hər hansı bir dərmandır. Aydındır, barakallahu fikum. Və bunda belə, yəni həmin o yenə də qul nə etməlidir? Qul nə etməlidir? Yenə də qəlbi Allah Subhanahu va Taalaya bağlı olmalıdır. Qulun qəlbi Allah Subhanahu Taalaya bağlı olmalıdır. Yəni qədəri səbəbi istifadə etdiyi zaman belə, qədəri səbəbdən istifadə etdiyi zaman belə qulun qəlbi Allah Subhanahu va Taalaya bağlı olmalıdır. Misal üçün görürsən dərmanı və yaxud da hər hansı bir dəvanı istifadə etdiyi zaman da nə etməlidir? Qul bilməlidir ki, şəfanı verən yalnız və yalnız Allah Subhanahu va Taala. Və bu dərman sadəcə səbəbdir, yəni onun sağalması üçün bir səbəbdir. Amma şəfanı verən isə Allah Subhanahu va Taaladır. Və bu şeylər deməli bunun əksi də nədir? O şey ki, Allah Subhanahu va Taalanı, Allah Subhanahu Taala onu insanlar ondan istifadə edirlər. Amma Allah Subhanahu Taala onu nə şəri səbəb edib, nə də təcrübədən, nə də qədəri olaraq bir səbəb edib, o şeydən qalan həmin o şeylər ki var, hansı ki onlar nə təcrübə ilə təsbit sabit olub ki, bunun üçün şəfadır, bunun müalicəsi üçün səbəbdir və yaxud da şəri cəhətdən də sabit olmuyor. Bu nədir? Bu artıq həmin o, misal üçün qoldan ip asmaq kimi, nal asmaq kimi, nədir? Digər, misal üçün görürsən, göz mıncığı asır ki, nədir? Gözdən qorxsun. Yəni, bu nə şəriyyətlə sabit olub, nə də təcrübə ilə. Yəni, bunlar hamısı nədir? Bunlar nədir? Barakallahu fikum. Bunlar batıl olan bir şeylərdir. Və yaxud da qoldan ipi asır ki, nədir? Həmin şeyi insanın hər hansı bir xəstəlikdən qorumasını, indi qarşıda da oxuyacaq olmasını. Bunlar nədir? Allah sizə bərəkət versin. Bunlar artıq şirkdir və bunlar kiçik şirkdən sayılır. Deməli, kiçik şirkin tərifi nə oldu? Kiçik şirkin tərifi odur ki, Allahın səbəb etmədiyi, nə şəri olaraq, nə qədəri olaraq səbəb etmədiyi bir şeyi səbəb olaraq götürmək kiçik şirkdir. Allahın şəri olaraq və yaxud da qədəri olaraq bir şeyi səbəb etmədiyi halda onu səbəb olaraq götürmək nədir? Kiçik şirkdir. Və bu əməllər, yəni istər ip asmaq olsun, yəni qoldan və yaxud da göz mıncığı asmaq olsun və yaxud da maşından hər hansı bir görürsən, insanlar nədir? Caynaq asırlar. Yəni bunlar hamısı görürsən, yəni çox şeylər var, subhanallah, yəni nədir? Allah qorusun müsəlmanlar arasında, hətta başqa ölkələr var ki, orada yəni daha əcaib şeylər, misal üçün, nə bilim, qurd bu canavar dərisindən nəsə asırlar və yaxud da tülkü gözündən nəsə ellər, yəni nədir?
Yəni sanki insan, güya ki insanı gözləmədən qorumaq üçün və yaxud da digər nədir, balalardan qorumaq üçün ki, hansı ki bunlar hamısı nədir? Bunlar hamısı batıl şeylərdir. Bunlar hamısı batildir ki, dinimiz, şəriətimiz bunu qadağan edib. Və müsəlmanlar da, yəni biz də öz dinimizi müsəlmanların öz dininin doğru düzgün öyrənməmələrinin səbəbindən və yaxud da batil xurafat əhlinin, yəni xurafat dəvətçilərinin dəvətlərinə qulaq asmağın səbəbi ilə və yaxud da onları örnək götürməyin səbəbi ilə görürsən ki, insanlar da bu cür batil əməllərə, bu cür batil şeylərə düşürlər. Sonra müəllif rahimehullah burada gətirir, Allah Subhanahu taalanın bu sözünü gətirir. قل أفرأيتم وقول الله تعالى قال رحمه الله وقول الله تعالى قل أفرأيتم ما تدعون من دون الله إن أرادني الله بضر هل هن كاشفات ضره. Onlara de, mənə deyin görüm, əgər Allah mənə bir zərər vermək istəsə, sizin Allah'tan qeyri çağırdıqlarınız o zərri məndən qaldırmağa qadirdirmi? Müəllif rahimehullah burada bu ayəni gətirir. Bu nədir? Bu öncə Məkkə müşriklərinin etiqadı idi. Və gör, yəni onların günümüzdə insanlar var. Bu şeylər deyirlər. Yəni ayənin əvvəlində belə keçir ki, ayədə buyurur ki: "Və la in sa'altahum men xalaqas semawati vel arda la yaqulunallah." قل أفرأيتم ما تدعون من دون الله إن أرادني الله بضر هل هن كاشفات ضره أو أرادني برحمة هل هن ممسكات رحمته قل حسبي الله عليه يتوكل المتوكلون. Deyir, sən onlardan, ayədə keçir ki, sən onlardan soruşsan ki, göyləri və yeri kim yaradıb, onlar mütləq deyəcəklər ki, Allah. Yəni subhanallah, yəni öncəki Məkkə müşriklər də onlar da nə idilər? Onlar da göylərin və yeri Allahın yaratdığını etiraf edirdilər. Bütün işləri idarə edənin Allah Subhanahu wa Taala olduğunu etiraf edirdilər. Ruzu verənin Allah Subhanahu wa Taala olduğunu etiraf edirdilər. Həyat verənin Allah Subhanahu wa Taala olduğunu etibar edirdilər. Və men yudabbirul amr. Ayədə keçdiyi kimi və men yudabbirul amr. Yəni bütün işləri idarə edən kimdir? Onlardan soruşsan deyəcəklər ki, Allah Subhanahu wa Taala. Yəni onlar belə nə deyib, bütün bu işlərin Allahın idarə etdiyini deyirdilər. Lakin nə edirdilər? Yəni onlar həmin o bütləri, həmin o çağırdıqlarının, ibadət etdiklərin, yəni Allaha şərik qoşduqlarını nə edirdilər? Yəni onlar belə, yəni həmin o məsələlərdə indi günümüzdə görürsən insanlar var, deyirlər, məsələn rafizlərdə görürsən nə deyir, çıxıb bunu açıq-aşkar şəkildə əvvəl gizlədirdilər. Amma indi açıq-aşkar şəkildə əvvəl gizlədirdilər, yəni soruşanda deyirdilər ki, biz onlara çağırmırıq, sadəcə onların xətrini istəyirik. Amma indi açıq-aşkar görürsən, deyirlər ki, nə deyib, biz elə onlardan istəyirik və deyirlər ki, onlardan müstəqil olaraq istəmirik. Yəni etiqad edirlər ki, yəni onların əqidəsi budur, etiqad edirlər ki, müstəqil olaraq ondan istəsə, yəni o etiqad etsə ki, o Allahın izni olmadan verir, bu zaman deyir şirk olur deyir. Amma müstəqil olmayaraq, yəni etiqad etsə ki, Allahın izni ilə o nə deyir, həmin o kəsdən istəməsi bu icazəli. Yəni zaten Məkkə müşriklər də bunu etiqad edirlər. Yəni onlar da deyirdilər ki, yeri göyü yaradan Allahdır. Bütün işləri idarə edən Allahdır. Yəni bütün hər bir şeyi nə deyir, idarə edən, bütün işləri iradə. Və mən yudabbirul əmr. Yəni bu nədir? Bunun üçün hər bir şey daxildir. Bu kəlmənin üçün hər bir şey daxildir. Bütün işləri idarə edən kimdir? Onlar deyirlər ki, Allah. Yəni onlar da bunu etiqad edirdilər. Lakin nə idi? Onlar da yaxınlaşmaq üçün, Allaha yaxınlaşmaq üçün həmin o bütlərə, həmin o salih insanlara, hamısı ki, onlardan həmin o salih insanlar da nədir? Onlara nə edirdilər? İbadət edirdilər, onlara dua edirdilər ki, Allaha yaxınlaşdırsınlar deyə. Onlara, yəni duanın özü nə deyir? İbadətdir. Əd-dua huvel ibadə. Duanın özü də ibadətdir. Və Allah Subhanahu Taala bu, yəni burada başı salır ki, yəni onlar sən, yəni onlara de ki, mənə deyin görüm, əgər Allah mənə bir zərər versə, sizin ibadət etdikləriniz o zərəri məndən qaldırmağa qadirdirlərmi? Və yaxud da mənə bir rəhm göstərsə, mənə bir rəhm etsə, o rəhməti məndən almağa, Allahın o rəhmətinin qarşısını almağa qadirdirlərmi? De, Allah mənə bəs edər, həqiqətən də təvəkkül edənlər qoy Allaha təvəkkül etsinlər.
Allah Subhanahu taala burada bildirir ki, yəni onlar hansı ki, yəni şirk əhli, Məkkə müşrikləri, onlar yəni mələklərin, nə deyir, salihlərin nə deyir, etiqad edirdilər ki, onlar nə deyir, onlara yəni dua edirdilər, onları çağırırdılar. Və Allah Subhanahu taala burada onların bu ibadətini batil edir. Yəni əgər o mələklər, o peyğəmbərlər, yəni o salih insanlar buna qadir deyilsə, yəni burada həmçinin sələflərin və böyük müəllif rəhməhullah burada qeyd olunacaq. Əgər o insan, yəni o salih insanlar, mələklər, peyğəmbərlər buna qadir deyilsə, yəni o ipdir, göz muncuğudur, naldır, bunlar heç qadir deyirlər. Yəni o mələklərin, peyğəmbərlərin, salih insanların Allah qatında nə deyir? Hörməti var. Allah qatında onların dərəcələri var, üstün dərəcələri var. Əgər onlar buna qadir deyilsə, səndən bir zərəri qaldırmağa və sənə gələn xeyrin qarşısını almağa qadir deyirlərsə, bu ipdir, daşdır, göz muncuğudur, nə bilim, bu digər naldır, it başıdır. Yəni bunlar heç qadir deyirlər ki, səndən həmin o zərəri qaldırsınlar və yaxud da Allahın sənə verdiyi xeyrin, rəhmətin qarşısını alsınlar. Və həmçinin burada bir məsələ var ki, Allah Subhanahu, yəni sələflər Allah Subhanahu taala bu ayəsində keçən, bu ayədə keçən nə deyir? Şirk böyük şirkə dəlalət edir. Yəni burada qəsd böyük şirkdir. Amma müəllif rəhməhullah bunu gətirir. Sələflər böyük şirkə aid olan ayələri görürsən kiçik şirkə də nə deyir? Dəlalət olaraq gətirirlər. Yəni böyük şirkə aid olan ayələri kiçik şirkə də dəlil olaraq gətirirdilər. Necə ki, indi qarşıda gələcək Hüzeyfə ibn Yəmən radiyallahu anh hədisindəki kimi. Və sonra müəllif rəhməhullah gətirir ki, An İmran ibn Husayn radiyallahu anhu ənən nəbiyyə sallallahu aleyhi və səlləm rəə rəculən fi yədihi həlqatun min sufrin فقال ما هذه؟ قال من الواهنة فقال انزعها فإنها لا تزيدك إلا وهنا فإنك لو مت وهي عليك ما أفلحت أبدا رواه أحمد بسند لا بأس به. İmran ibn Hüseyin radiyallahu anhu Allah Resulü'nün yəni belə rivayet edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir kişini gördü, onun əlində yəni misdən bir dəmir var idi. Yəni misdən bir dəmir var idi. Və Allah Resulü sallallahu aleyhi ve sellem soruşur ki, mə hədihi və yaxud da mə hədi. Yəni ondan soruşur bu nədir? Yəni bu qolunda. Və alimlər bəziləri deyirlər ki, burada Allah Resulü sallallahu aleyhi ve sellem sualın verilmə forması var. Bəzən sual verilir nə üçün? Yəni həmin əməlin münkər olduğunu bildirmək üçün. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem deyir burada sual verir ki, bu nədir? Yəni onun həmin əməlin münkər bir əməl, pis bir əməl olduğunu ona bildirmək üçün. Və bəzi alimlər də buyurur ki, xeyr, Allah Resulü sallallahu aleyhi ve sellem burada sual verir ki, yəni bu nədir? Yəni sanki ondan bu taxmasının səbəbini soruşur. Taxmasının səbəbini soruşur, yəni bu nədir taxmısan? Yəni, burada həmçinin fayda olaraq çıxardılar ki, yəni insan bir münkəri aradan qaldırmamışdan öncə yəni onun səbəbini soruşur. Məsələn, bir qul hər hansısa bir əməli etdiyi zaman nə edir? Yəni onun onun səbəbini soruşur. Bu nə edirsən? Yəni bunu niyə etmirsən? Məsəl üçün həmin əməl tutaq ki, münkər əməldir. Hə? Yəni quldan soruşursan, yəni səni buna etməyə vadar edən nə oldu? Bunu nə üçün etdin? Bu da nədir? Bu da Allah Resulü'nün sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi əməldir, öyrətdiyi üslubdur. Allah Resulü sallallahu aleyhi və səlləm soruşur ki, bu nə deyir? Deyir ki, minəl vahinə. Sahabə deyir ki, və burada da yəni, başqa hədisdə keçir ki, burada elə həmin kişinin özü İmran ibn Hüseyin radiyallahu anh özü idi. Və deyir ki, minəl vahinə. Vahinə, əl-vahinə bir xəstəlikdir. Yəni insanın çiynindən tutur, yəni əlinə qədər və deyilir ki, yəni bu kişilərdə olan bir xəstəlikdir. Nə də ağrı olur. İnsanın əlində olan ağrıdır. Və deyir ki, həm cahiliyyə dövründə həmin o ağrını sanki aradan qaldırmaq üçün həmin o misdən olan həmin o dəmiri asırdılar, halqanı asırdılar. Allah Resulü sallallahu aleyhi və səlləm soruşur ki, yəni bunu nə üçün asmısan? O da deyir ki, həmin bu xəstəlikdən ötürü ya Resulullah. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, inzihə, onu çıxart. Və başqa rəvayətdə inbirhə, yəni onu dərhal qolundan çıxart. Yəni o birisi rəvayət, yəni daha şiddətli sürətlə onu, yəni dərhal bunu qolundan çıxart demək. Yəni onu tez qolundan çıxart.
فَإِنَّهَا لَا تَزِيدُكَ إِلَّا وَهْنًا. Yəni bu sənin yalnız xəstəliyini artırır. Bu sənin yalnız xəstəliyini artırır. Və alimlər də yəni burada faydalar çıxardılar ki, yaxşı, yəni bu xəstəliyi aradan qaldırmırsa, bəs yəni bu dəmir özü-özündə fayda zərər vermirsə, bəs necə olur ki, xəstəliyi aradan qaldırır? Alimlər bu ki, yəni Allah Subhanahu taala ona cəza olaraq həmin o halqanı qolundan asıb, Allah Subhanahu taala ona cəza olaraq o xəstəliyi dəf etmir, əksinə onun xəstəliyini artırır. Yəni həmin o batıl əməli etdiyinə görə, o batıl olaraq həmin əməli etdiyinə görə, o halqanı qolundan asdığına görə Allah Subhanahu taala əksinə onun xəstəliyini aradan qaldırmır, əksinə onun daha da xəstəliyini artırır. Ona cəza olaraq onun daha da xəstəliyini artırır. Və sonra deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm فَإِنَّكَ لَوْ مِتَّ وَهِيَ عَلَيْكَ مَا أَفْلَحْتَ أَبَدًا. Əgər deyirsən bunu, yəni bu sənin qolunda olaraq sən dünyanı bu dəyişsəydin, sən ölsəydin, yəni bu sənin qolunda olaraq sən ölsəydin heç vaxt nicat tapmazdın, heç vaxt qurtulmazdın. Və burada alimlər bu haqda bir neçə söz deyiblər və burada ki, fəinnəkə, yəni burada o fəyə görə deyirlər ki, yəni bunu artıq bildikdən sonra, yəni sən artıq bildin ki, bu haramdır və bildiyin halda buna davam etsəydin, yəni sən heç vaxt qurtuluşa çatmazdın. Və bəzən alimlər deyir ki, burada qəsd nədir? Burada qəsd yəni fələhə, qurtuluşun kamil, yəni kamil olaraq qurtulmazdın. Yəni, çünki bu nədir? Bu əməl nədir? Kiçik şirk. Yəni kiçik şirk bildiyimiz kimi əbədi olaraq cəhənnəmdə saxlamır. Kiçik şirk əbədi olaraq cəhənnəmdə saxlamır. Və nədir? Hansı ki biz öncəki dərslərdə kiçik şirkin, böyük şirkin fərqlərini keçmişdik. Barakallahu fikum. Və sonra Uqbə ibn Amr radiyallahu anhudan gətirir hədis ki, mən təalləqə təmimətən fələ ətəməllahu ləh. Və mən təalləqə vədəətən fələ vədəallahu ləh. Və fi rivayətin mən təalləqə təmimətən fəqad əşrak. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Uqbə ibn Amr radiyallahu anh mərfu olaraq, yəni Allah Resulü sallallahu aleyhi və səlləm belə gətirir ki, kim təmimə asarsa Allah onun işini tamamlamasın. Yəni burada təmimə, təalləq, yəni asılan hər bir şey. Yəni istər maşından asılan üzərliyi olsun, xüsusən də nə deyir, övladların üzərinə asılan göz muncuğu olsun, övladları qorumaq üçün asılan görsən dualar olur, nə deyir, yəni belə bütün şeylərdə, yəni bunu hansı ki görsən nə deyir, hansısa falsı və yaxud da kimlərinsə yazdığı heç bilinmir içərisində nə yazılıb, nədir? Həmin astığı dualar nələr olursa, yəni bunlar hamısı nədir? Bunlar təmimədir. Və Allah Resulü təsəvvür ki, Allah Resulü sallallahu aleyhi və səlləm dua edir ki, fələ ətəməllahu ləh. Yəni Allah o işi tamamlamasın. Yəni gözmünüzü asmışsan ki, səni qorusun, yəni Allah səni heç qorumasın. Yəni təsəvvür edin, bu nə deməkdir? Subhan, yəni elə bunun üçün deyirik ki, yəni müsəlmanların öz dinlərin doğru düzgün öyrənməməklərinin səbəbindən gör hansı təhlükəli əməllərə düşürlər. Yəni həm bunu etməklə kiçik şirkə düşmüş olurlar. Kiçik şirk digər böyük günahlardan daha böyük günahdır. Kiçik şirk, yəni bizə kiçik şirk sanki adi kimi gələ bilər. Yəni belə nətər deyim, yəni dildə asan görülə bilər. Yəni insan bunu sanki dərk etmir. Lakin kiçik şirk digər böyük günahlardan daha böyük günahdır. Və təsəvvür et ki, Allah Resulü sallallahu aleyhi və səlləm dua edib ki, fələ ətəməllahu ləh. Yəni Allah o işi tamamlamasın. Övladınızsa üzərindən dua asmışsan, gözünüzü asmışsan ki, qorusun, Allah Resulü sallallahu aleyhi və səlləm dua edib ki, Allah onu tamamlamasın. Yəni qorunmasın. Və yaxud da hər hansı bir evi qorumaq üçün gözünüzü asmışsan, və yaxud da nəsə bir şey asmışsan, nal asmışsan, nə asmışsan, Allah Resulü sallallahu aleyhi ve sellem dua edib ki, fələ ətəməllahu ləh. Allah onu nədir? Tamamlamasın. Allah yəni o işi tamamlamasın. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem dua edib. Yəni bu cür təhlükələr, yəni onun üstündə yəni xurafat əhlinin, yəni o nədir? Azdıran mollaların, azdıran hansı ki o insanları xurafata sürükləyən, bu cür batil əməllərə sürükləyən insanlar ki var, Allah qorusun. Çünki onların nədir? Buradan gəlir yerlərdir. Onların burada yəni qəsdləri var, yəni buradan məqsədləri var. Allah Resulü sallallahu aleyhi ve sellem bu duasının içine girmiş olur. Allah yani o işi tamamlamasın. Kim təmimə asarsa Allah o işi tamamlamasın. Və sonra deyir ki, وَمَنْ تَعَلَّقَ وَدَعَةً فَلَا وَدَعَ اللّٰهُ لَهُ.
Kim də vada'a təalluqdur. Vada'a nədir? Bunu bu dənizdən çıxmış dənizdən çıxan o sədəf olur içərisində mirvarı incə. Ona bənzər bir şeydir, onun kimi bir şeydir. Bunu kahinlər, yadlar istifadə edirlər. Kim də deyir buna bağlanarsa Allah ona heç rahatlıq verməsin. Allah ona heç rahatlıq verməsin. Başqa rivayətdə gəlir ki, وَمَنْ تَعَلَّقَ تَمِيمَةً فَقَدْ أَشْرَكَ. Kim təmimə bağlayarsa, təmimə artıq şirk qoşmuş olar. Artıq Allaha şirk qoşmuş olar. Bunlar deyir ki, biz deyir ki, bunlar nədir? Bunlar kiçik şirkdir. Və bunlar alimlər buyururlar, barakallahu fikum. Bunlar əsl odur ki, kiçik şirkdir. Amma bunların özünə, yəni burada insan əgər fayda və zərər verənin Allah subhanahu wa ta'ala olduğuna etiqad edir. Lakin bunları səbəb olaraq götürürsə ki, bunlar səbəbdir, bu zaman kiçik şirk olur. Amma nə zaman etiqad edərsə ki, bunların özləri, gözmuncuğunun özüdür zərər verən, özüdür fayda verən, zərəri aradan qaldıran, faydanı verən gözmuncuğunun özünün olduğuna etiqad edərsə, bu artıq böyük şirk olur. Yəni, müstəqil olaraq, yəni ki, elə gözmuncuğu özü nədir? Fayda verir və zərəri aradan qaldırır. Bunun özünə etiqad edərsə, bu artıq böyük şirk olur. Amma ona səbəb olaraq etiqad edərsə, bu nə etmiş olur? Bu artıq kiçik şirk olur. Biz də kiçik şirkin tərifini dedik ki, yəni Allah subhanahu ta'alanın nə şəri olaraq, nə də qədəri olaraq səbəb etmədi, yəni bəlanı aradan qaldırmaq üçün və yaxud da onu dəf etmək üçün nə şəri olaraq, nə də qədəri olaraq səbəb etmədiyi bir şeyi səbəb olaraq götürmək. Sonra Huzeyf ibn Yəmən radiyallahu anh hədisini gətirir ki, Huzeyf ibn Yəmən radiyallahu anh bir kişinin Vəli ibn Əbi Hatim an Huzeyfə radiyallahu anhu ənəhu rəə rəculən fi yədihi xaytun minəl hummə fəqata'ah. وتلا قوله وما يؤمن أكثرهم بالله إلا وهم مشركون. وما يؤمن أكثرهم بالله إلا وهم مشركون. Yəni Huzeyfə radiyallahu anh bir kişini görür, onun əlində nə olur? İp olur. Və Huzeyfə radiyallahu anh həmin ipi qopardır. Və Allah subhanahu ta'ala bu ayəsini oxuyur ki, onların əksəriyyəti Allaha şərik qoşaraq Allaha iman gətirərlər. Onların əksəriyyəti Allaha şərik qoşaraq Allaha iman gətirərlər. Və burada nədir? Bu da Huzeyfə radiyallahu anh o böyük şirkə aid olan ayəni kiçik şirkə dəlil gətirir. Və həmçinin bu hədisin, yəni hədisdə alimlər yəni səhih zəifliyində danışmışlar. Barakallahu fikum. Və hədis Huzeyfə radiyallahu anhdan gəlib sabitdirsə, yəni Huzeyfə radiyallahu anh başqa bir rivayətdə gəlir ki, Huzeyf ibn Yəmən radiyallahu anh bir xəstəni ziyarət edir. Və həmin xəstənin əlində bir ip görür. Və onu qırır, deyir ki, əgər sən bunun üzərində ölsəydin, mən sənin namazını qılmazdım, deyir. Və bu da nədir? Bu da Huzeyf ibn Yəmən radiyallahu anh və ümumən də sələfin nədir? Münkəri həmən inkar etməkdə nədir? Necə də tələskən olduqları, yəni o pisliyi, yəni xüsusən də həmin əməl şirkdirsə, istər böyük, istər kiçik olsun, onu aradan qaldırmağa nədir? Tələsdiklərini göstərir. Yəni insan nədir? Münkəri gördüyü zaman, bir pisliyi gördüyü zaman çalışmalıdır ki, həris olmalıdır ki, həmin münkəri aradan qaldırsın, bacardığı şəkildə həmin münkəri aradan qaldırsın. Və bir qarşıdakı hədisdə də keçdiyimiz kimi ki, Allah Rasulullah sallallahu aleyhi ve sellem yəni həmin əməlin səbəbini soruşur ki, yəni bu nədir? Yəni sən bunu nə üçün taxmısan? Yəni həmin əməlin səbəbini soruşur. Hətta ona həmin əməlin batıl olduğunu bildirmək üçün. Yəni ola bilər ki, insan nədir? Biz dedik ki, yəni o qoldan asılan müəllif rahmanullah bu başlıq altında gətirir ki, qoldan asılır nə üçün? Bəlanı aradan qaldırmaq və yaxud da onun qarşısını almaq üçün, dəf etmək üçün. Yəni bəzək üçün asılan hər hansı bir qolbağdırsa bu nədir? Bunun həmin insandır, görürsən, qadın xeyirlaqda bəzək üçün tutaq ki, bir qolbaq asıb. Bunun həmin o sayılanlara, sadaladıqlarımıza aidiyyəti yoxdur. Barakallahu fikum. Və Allah subhanahu bizləri də müvəffəq etsin, özünün sevib razı qaldığı əməllərə. Buradan da yəni sələflərdən götürdüyümüz kimi, yəni
insan bir şey gördüyü zaman, bir münker əməl gördüyü zaman, xüsusən də həmən əməl şirkdirsə və yaxud da istər böyük olsun, istər kiçik olsun, böyük günahlarsa, haramlarsa, həmin xüsusən də qardaşlar arasında həmin əməlin və ümumən də insanlar arasında, cəmiyyət arasında həmin əməlin gözəl şəkildə, bacardığı qədər gözəl şəkildə aradan qalxmasına həris olmalıdır. Allah Subhanahu taala bizləri eşli faydalanan qullarını etsin, özünü sevib razı qaldığı əməllərə müvəffəq etsin və Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdika əşhədu en la ilahe illə ente estağfiruka və etûbü ileyk.